Nicat, bəlkə bir özün deyəsən, Nicat Abdulla kimdir? Pasportumu verin orada. Pasportumu verin. Ya ben sən görürəm, amma sən haqqında heç bir infom yoxdur da. Yəni Mən paylaşmıram da şəxsi həyatımı. heç paylaşmısan ha? Hazım nə paylaşım? Şəxsi həyatımdan bir sənə. Mən olanlar Amma qızlarla şəxsi şeylər başqa saytda paylaşıram. ekskluziv var. Hamı səni əslində bizə, hamı səni tanıyır, amma əslində heç kim səni tanımır. Bax belə bir şeydir. Elə yaxşıdır. Yəni çünki bloger olmaq biraz qəribə bir şeydir də. Yəni bəzən bizdə elə başa düşürük, blogersənsə hər şeyi paylaşa bilərsən. Həyatının hər anını paylaşarsan. Onun adını qoyurlar lifestyle bloger. O sən təbliğ nə idi ona? Belə Göstərirsən mizah cəhətdən ki, belə oyandım, elə oyandım. O qızlar göstərmə tipli. Yəni şəxsi həyat göstərmək də əslində o. Yəni şəxsi həyatdır da. Yəni o şəxsi həyatdır. O qalmalıdır səndə şəxsi. Və amma o lifestyle dediyin əslində o da bir kontent deyil. Sən onu da kontentdən saymırsan. məncə əlbəttə kontentdir, amma bizdə biraz kontent ümumiyyətlə kontent deyə. Hər kontent. Sizin kontentiniz özü də bir kontentdir. Lifestyle da kontentdir, idman da kontentdir, mənimki də kontentdir. Amma bizdə o lifestyle blogerlərin elədiyi kontent biraz daha lifestyle-dan çıxır da. Yəni məndə bu var, səndə yoxdur. Hə, okey. Saxta həyatı göstərmək kimi saxta bir şey. həyatı biraz elə biraz mənə gülməyə gəlir. Suala qayıdıram. Nicat Abdulla kimdir? Dostum orada, ən yaxın dostum. Ondan İstəyirsən qısa bir özət ver. Məsələn, Nicat lider Abdulla. TV-dən gəlmə, yəni həyat yolun necədir? Bu necə yəni xronoloji olaraq? Biz Vüsalla başlamışıq 2017-də. Dostum, ən yaxın dostum Vüsalla. Bir dənə Vüsal Talant Media adında belə bir YouTube kanalı qurmuşdu. Onda ümumiyyətlə Bakıda falan elə şey yox idi. Heç onda şey də yox idi. Nə Baku TV var idi, nə Baku VS var idi. Heç biri yox idi. Yəni bir dənə bizim ağlımızda olan o ideya vardı. Onu da Vüsal qurmuşdu. Vüsal başlamışdı. Sonra mən Vüsalın yanına gəlmişdim. Sonra belə bizim orada biraz uşaq idik. Biz orada mənim 23 yaşım vardı. Sonra 21, bəlkə də az 21 yaşı zadı var idi. Orada başladıq. Sonra bir dənə proyekt elədik. Onu satdıq liderə. Liderdən keçdi, lider bağlandı. Hara gedirik bağlanır. İnşallah bizə tüsə təsir eləməz. İctimaiyyə dəvət elədilər bizi. Orada Voice Kids vardı. İndi beynəlxalq bir layihə vardı. Orada redaktor kimi işlədik. 5 dənə redaktor vardı orada. O boyda layihədə 5 dənə redaktor vardı. İkisi mən idim. İkisi mənim, biri Vüsal. 3 nəfər. Mən dedim Vüsalı saymadım, promo özü elədi. Bizdə 5 nəfər kim? Yox, belə idi. Sonra biz oradan keçdik, orada proyekt qutardı, sonra işsiz qaldıq. Sonra Murad Dadaşov Xəzərə gələndə getdik Xəzərə. Xəzərdə bizi idarə heyətinə aldılar. Murad Dadaşov, mən, Muradın qardaşı, sonra orada Totu vardı, Abdulmazi də oradaydı. Biz otururduq 10 nəfər belə. Gələn təzə proyektlərə okey verdik. Yəni səs vermə kimi idi, biraz daha demokratik yanaşma var idi. Sonra oradan da bizi Xəzər bağlanmadı amma bu dəfə orada Xəzər bağlanmadı amma biz bağlandıq orada. Sonra gəldik şeyə, biz özümüz Unitalk elədik, veriliş maşında veriliş eləməyə başladıq. Elə ondan sonra da mən gəldim Avropaya, Vüsal da dayandı. Sonra Necə oldu Avropaya? əslində sizin bloqeri elə Unitalk-la başladı deyə bilərik də. Ki o şeyə Məncə o pik idi də. sosial mediaya keçməyi Unitalk-la. Unitalk-da amma bizi tanımırdılar da. Unitalk-da maşını tanıyırlar. Hamı görür, Unitalk-un maşını, Unitalk-un maşını. Orada bizi çox tanımırdılar. Mən ümumiyyətlə tamam qaranlıqda otururdum da. Ancaq səsim gəldi. Vüsal da ancaq yəni gördülər. Vüsal da ayıq sürücü idi çox. Bəs necə oldu ki, Avropaya gəlmək qərarı aldın? Onda bizim bir dənə sponsorumuz. O vaxtda biz yəni elədiyimiz şeyin qarşılığında çox az pul qazanırdıq. Yəni biz çox şeylər eləyirdik. Həqiqətən yaşımıza görə, dövrümüzə görə, o momentə görə biz çox şeylər eləyirdik, amma pul qazana bilmirdik. Sonra bir dənə sponsorumuz var idi, enerjisklərindən biri idi. Ondan biraz şey oldu, sporumuz oldu. Daha doğrusu mənim oldu. Onlar deyirlər, mən rayondaydım. Reklamın pulunu vermədilər. Yox, verirdilər. Mən rayondaydım. Bunu Avropaya necə bağlayırsan çox maraqlı. Mən rayondaydım. Kontraktımız var idi. Kontrakta da mən imza atmışdım. Okay. Vüsal bir gün mənə dedi, pulu yəni götürün. Mən dedim ki, mən gələ bilməm. Dostum da, yəni Vüsal da gəlsin götürsün də. Yəni eyni adamıq da. Dedilər ki, olmaz o yan bu yan. Mən də nəsə biraz şey məsələdir. Sıxıntılar, problemlər, belə qeyri-professional yanaşma biznesdə, sponsorlarda falan. Əslində onların dediyində haqlılıq yoxdur. Yəni formal olaraq da. Yaxşı, kontraktda sən qol çəkmisən, gəlsən götür də. Yaxşı deyir ki, mən də deyirəm ki, yaxşı, mən gəlirəm. Mənə deyirlər sabah saat 1-də gəl. Sabah saat 1-də gəlirəm, deyirlər ki, biz sizə zəng eləməmişik ki, gəlin. Bu gün zəng eləməmişik, gəlin. Mən də durub rayondan gəlmişəm. 1000 manat, 1500 manata görə
Gəlirsən rayondan. Sonra da sənə deyirlər ki, Hansı rayon? sonra da orada bir şey olmuşdu. Qəbələ. Benzin puluna görə. Yo, orada mənə dedilər ki, dedilər ki, biz onu mən o xanımla biraz belə mədəni çərçivələrdə sərt danışmışdım. Onlar da dedilər ki, biz kontraktı pozuruq. Mən də dedim ki, biz istədiyimiz vaxt kontraktı poza bilirik. Dedilər, hə, dedim, onu niyə bağlamışdıq? Və yaxud da bağlamışdıqsa, yəni bu qədər dəqiq, bu qədər biz düzgün işləyirdiksə, yəni Kontrakt nəyə lazımdır? Yəni vüsal gəlib götürəndə yəni orada problem niyə yaradıb? Okay. Orada da onlar bizi sponsorluğu dayandırdılar. Ondan sonra da maddi problem. Dedim mən gedəm. Mənim qardaşım İsveçdə yaşayır. Mən də getdim İsveçə. Bax İsveç mövzusu. İsveçdə Azərbaycanlı çoxdur. Bax elə danışdıq bizdə. İsveçdə çox uymuş Azərbaycan. Bir dənə Niva Suran Amma qaqaş. çox bir underrated-dir. Çox adam xəbər yox. Yox, İsveçdə var idi bir dənə Niva Suran. Niva Suran birinci biz olmuş. Bax ay sağ ol. Mən sən oradan tanımıram. Mən də oradan görmüşəm. Çexiyada 07 idi Niva idi. Norveçdə də var idi, Niva da var idi. Sən idi yoxsa? Yox, mənim də yox. Dostun idi. Sən onda xronoloji Sualla mənim idi, ikimizin idi. Hərəsi birimizin. Avropa yaşam hekayən necə oldu? Birinci hara gəldin? Mən birinci gəldim İsveçə, amma Polşa vizasından 1 illik. Okay. Sonra getdim İsveçə, sonra biraz orada nəsə mənə xoşuma gəlmədi, qayıtdım bura. Axırda viza almışdım. Ölkələrində yaşamısan? Yox. Yox. Latviyada, Estoniyada. Estoniyada. Yox, Çexiyada biraz qalmışam, bir də Amsterdamda. Sən məskunlaşdığın yer haradır? Mən indi Varşava. İndi Varşavadasan. İndi Varşavada. Okay, yaxşı, bəs Çexiyada nə alınmadı gəldin? Ya da nə Amsterdamda nə alınmadı gəldin? Olmur da bir də görsən Yəni bəlkə də Varşavada da alınmır. İstədiyin şeylər alınmır. Yəni Varşavada, Varşavada. İnşallah alınsın. İnşallah alınsın. Yavaş-yavaş da. Demək ki, indi mən sizə bir dənə sual verim. Xalqın adından soruşuram. Burada kim isidir, kim Camal? Səncə? Varşava xalqının adından soruşuram. Səncə? İstəsən Camalsan. Əslində heç mənim adım bu arada Camal deyil. Bir də onun tarixini danışdı. Mənim adım Heç mən Camal danışdı deyil. İsmail. Mənim məsəl üçün bir-iki videoda Camal deyəndə, Elvin deyəndə deyir necə sən kimsən ki? Mən çünki hara gedirəm, Murad, bax, kursa getdiyim yerdə, universitetdə falan məndən əlavə 3 dənə Elvin olur. Yəni bu qədər Elvin adı niyə var bilmirəm də. Ona görə deyirlər nətər ayıraq, mən Camal deyə elə Camal qalır. Amma əslində mənim Elvin məsələn Elvindən çıxdılar, niyə Ceyhun demədilər? Camal. Soyadım Camalzadədir. Camal. Boşluq qaldı. Sualı versin deyə də. Camal. Bax, Avropadakı blogerlər, bizdəki blogerlər. İndi niyə misal üçün Avropada da kimsə lifestyle çəkəndə əslində çox da itici gəlmir? Bəlkə də. Bizdə o sanki belə görməmişdikdənmi deyimi, o vibe gəlmirsə. Məsələn mən burada baxıram öz həyatlarını, işlərini paylaşan blogerlər, amma ətim tökülür. İtici gəlmə başqa şeydə ətim tökülür. Yəni çoxmu sadə şeyləri paylaşırlar? Yox, hətta çox adi bir şeylər eləyirlər. Maşın. Bakıda faytonla gəzirsiniz kimi falan belə. Adama elə yanaşma belə. Bəzən Azərbaycanı çox aşağı salırlar. Yəni Polşanı çox yuxarı qalırlar. Əlbəttə Polşa bəzi şeylərdən çox yaxşıdır Azərbaycan, amma yəni o qədər də ümumiyyətlə Avropada elə bir ölkə yoxdur ki, Azərbaycanı belə xışdasın keçsin də. Yəni elə bizdə elə bir şeylər eləyirlər ki, arada ki, bu blogerlərdə məsələn mən filan şirkətdə işləyirəm, filan qədər maaş alıram. Yəni də alırsan maaş, yəni nə qədər maaş alırsan? Uzağı alarsan 7000 maaş. Normal yaşayırsansa 3000-in evə verməlisən. Yəni burada yeməyin, içməyin zadını biraz çox böyüdürlər. Mənim problemim odur. Onun kütləsi odur. Onu bilməyən adam üçün o wow bir həyat. Bəs oradakı insanların xoşbəxtliyin əlindən alırıq. Orada məsələn hansısa bir işdə işləyən insan, hansısa bir normal normal bir işi var, bəlkə də 1500 manat maaş alır. Məsələn Azərbaycanda evi də var, yəni yeməyi də var, hər şey var. Həftə sonunda çölə çıxır, amma bəlkə də sənin o çəkdiyin kontent o Avropada o da fikirləşir ki, ayda mən də Avropaya getsəm dəhşət yaşaram. Amma hamısı bir üstə gəlir, bir plus mənim kimi studiya evdə qalırlar da. Hamamdan koydurup böyle üstə keçirsən ki, sola zada dəyməyəsən də. Musluk var. Amma bu ayağım var, bu bala çəçələ var. Yarı olub. Sağa girmişsin, danqa. Mazol olur üzə. Amma ona inanıb inanmamaq da insanın özündən asılı deyil. Yəni bir damcı araşdırmaq olar da. Hər blogerin sözündən durub həyatını dəyişmək. İnformasiya çirkliyi bu dəqiqə çoxdur. Yəni baxıb gördüyünü. Amma indi daha o yaxşı olar ki, araşdırsınlar, özləri araşdırsınlar, özləri nəticəyə gəlsinlər. Ümumiyyətlə Avropaya gəlmək 2 dənə yolu var. Ya mənim kimi fəhlə kimi gəlirsən, sonra viza gəlirsən, sonra bir təhər özünə oturum zadı alırsan, ya da ki orada mütəxəssissən, doktorsan, aytişniksən və tələbəsən, gəlirsən burada yavaş-yavaş daha rahat həyatını qurursan. Yəni burada elə bir şey yoxdur. Gəldi Avropaya, qaqaş ala da, yəni. Yəni pul Pul sənədir.
Tökülür. Yəni bu dəqiqə dedik, bayaq da söhbət etdiyimiz kimi Avropaya gəlmək yaxşı bir planın, biraz da pulun varsa rahat bir şeydir. Prosta gəlib nə edəsən, onu biraz Yəni gəlib məsələn arada deyirlər də ki, yəni Avropada hər şey çox rahat göstərməkləri adamı əsəbləşir. Biz bu zulmun içində çox rahat deyil axı. Rahat deyil. Amma Avropada xüsusən də Polşada, Varşavada şəhər lütdür deyərsən. Məsələn, biznes ideyalarına çox açıqdır. Razısan bundan? Bəli. Çox boşluq var. Azərbaycan restoranlarını göstərin, Azərbaycan xidmət sektorunu götürün. Bir də polyakların ümumiyyətlə burada olan restoranların xidmət sektorunu götürün. Ümumiyyətlə sıfır. Bakıda elə restoranlar var, adam oturanda. Düzdür. Burada yoxdur. Niyə aça bilmirik? Bu bizim mövzumuzda. Niyə biz eləmirik? Niyə məsəl üçün Genasvaliya var, məsəl üçün niyə Baku Lounge yoxdur? Özbək. Bax əslində var. Bax bizim bir dənə restoranımız var, dostlarımız işlədilər. Varşavadan 40 kilometr kənardadır. Nail Orxan bizim dostlarımız da onlar işlədirlər. Azərbaycan mətbəxi ilə Gürcü mətbəxi bir yerdədir. Çox qəşəng restorandır. İndi biz ora yeni sezondan, yəni sentyabr ayından yeni bir konseptlə giririk. Tamamilə hər şeyi dəyişdiririk. Çox yaxşı bir restoran olacaq. Biz bir 3-4 ay qabaq orada bir dostumuzun toyunu da eləmişdik. Yəni potensialı olan restorandır. Çox yaxşı restorandır. Sentyabr ayından ümumiyyətlə çox yaxşı olacaq. Necə ki Tamlını siz tanıyırsınız, baxırsınız, gedirsiniz, gəlirsiniz, sevirsiniz. Buradan Novruzdan Kamrana da salam olsun. Həmçinin də orada yəni el olacaq. Bir də məsələn bizim bura gələn biznesmenlərimiz, məsələn mən öz dostlarımdan götürürəm də, Novruzdan, Kamrandan, nə bilim Orxandan, Naildən götürürəm ki, onlar sıfırdan başlayan uşaqlardır. Yəni onlar məsələn Türkiyədə bura bir iş adamı gəlir, ona sponsorluq edən adamlar olur, amma bunlar özləri məsələn Tamlını qurana kimi Kamranla Novruzun başqa restoranları da var idi. Baku kebab var idi 2 dənə. Ondan sonra bunu açıblar, biraz böyüyünü açıblar, indi daha böyüyünü açacaqlar. Başa necə? Yəni o bir period açmamaqlarının səbəbi yavaş-yavaş təkcə proses. Biz də millət olaraq azıq da, yəni Avropada da azıq. Türkiyə ilə müqayisə edəndə gör nə qədər azıq. Tamlıya gələnlərin 70% polyaklar. Onu deyəcəydim. Amma gəlib də kebab yeyirlər də, yoxsa bizim yeməkləri məsələn öyrənirlər də. Gəlirlər məsələn mən turşu yeyirəm. Müsalman məsələn oturmuşuq dolma yeyirik, turşu yeyirik. Baxırlar. Mən görürəm fikir verirəm, stoldan baxırlar. Sızaqlar yeyirlər. Hə, sifariş edirlər ki, bu nədir o qırmızı belə kələm turşusu da, ondan elə. Sonra piti görürlər, pitini istəyirlər. Mən istəyərdim ki, görmək bəs eləməsin. Sən stolundan görməsin də. Məsələn, kassada işləyən kassirdən soruşsun ki, bax burada piti yazılıb. Bu nədir? Və kassir onu təqdim eləyə bilsin. Səndən görüb deməsin. Mən elə bir restoran konsepti istəyirəm ki, sən satsın deyirsən. Satsın. Başa düşürsənsə, yəni mən Azərbaycan restoranının dönər şeyində qalmasını istəmirəm. Biz o elə deyil ya, bizim mətbəx çox zəngindir, çox böyükdür. Yəni niyə məsəl üçün gəlib Nizatın stolundan kələmi görüb desin ki, görün bu nədir? Soruşsun, izah eləsinlər də. Bildin necə? Demək istədiyim odur. Ona görə bütün gün Tamlıdayam, sifariş edirəm. Ki gəlir, kimsə gəlsinlər görsün. Bir nömrəli SMM. Burada çəkdiyin o biraz nə deyim, siyasət istədiyim, siyasətçilərlə onu necə düz qurum bilmirəm. Yəni siyasətçilər haqqında çəkdiyim video. Siyasətçilər haqqında çəkdiyim videolardan sonra bir nəsə aldığın bir sərt mesaj, mesaj. Heç vaxt olmuyor. Mənə arada yazırlar ki, Avropada oturub belə danışmağa nə var ki? Mən Azərbaycanda yaşandım, mən Facebook'umda baxa bilərsiniz, Facebook'da paylaşdım o vaxt. Çox pis şeylər eləyirdim. Ad çəkib konkret, qaranın qarasını yumorunu eləyirdim də. Heç gülməli də deyildi. Heç bir dəfə də mənə çağırmayıblar ki, şöbəyə qaqaş, sən neyinsən, nə varsan. O məncə biraz da bəxtdən asılıdır. Bəxtdən asılı deyil, o birisnədən asılıdır. Gözə girməkdən. Heç kimi təhqir eləmədiyin müddətcə, heç kimi yumor, bu KVN də eləyir də o vaxt. KVN elədiyinlə mənim elədiyimin arasında, yəni elə desəydim, bir fərq yoxdur. Onlar səhnədə eləyirdilər, mən internetdə öz səhnəmdə edirəm belə deyək. Çəkdiyin kontentlərin bəs ideyası hardan gəlir? Bir gün durursan ki, bunu çəkim ya da planlayırsan qabaqdan. Yox, məsələn nəyisə görürəm, bax burada 2 dənə variant var. Nəyisə görürəm, sezirəm ki, bu nəsə deyirlər nitodur. Bizim dilə oturub, bu nədir nitodur. Bax onu eləyirəm. Baxıram ki, burada nəsə normal getmir də. Bu aralar nə idi? Mənə çox yazırdılar ki, o qızların UFC-yə getməyini çək. O hamıya deməli cringe eləyib də. Yəni nəsə belə cringe deyirlər də, başqasına yəni utanırıq da. Hə, qıcıq yaradırdı. O məsələn deyirlər, onu eləmək olardı yəni. Amma mən düzdür, nəsə ürəyim istəmirsə eləmirəm də. Kimsə yazmaqla deyil, nə qədər yazsınlar. Bir də məsələn özüm bəzən ssenarilər uydururam da. Məsələn bir Ağdamlı Amsterdamda bir tülkə Velosiped satsan nə olar? Bir də o belə Bakılı düşünürəm. Bir də məsələn
Sağ ol. O türk şeir söhbəti də maraqlıdır. O misal üçün random ağlıma gəldi, yoxsa da Yox, görürsən bezdirli Azerilərin bir lafı var. Azerilərin bir lafı var. Bəsdir də. Bildik də Azərbaycanlıların bir gülmədən çəkə bildiniz onu bir dəfəyə. Yox. Zamanına qədər görürük. Polşada yaşamağın ümumi çətinlikləri nədir? Yəni bir immiqrant kimi. Sənət cəhətdən qoydun bir qırağa. Belə özündə yəni gördüyün. Neçə ildir burdasan bu arada? Mən o vaxtı gələndə o vaxtda 6 ay qalmışam. İndi də 1 il 3 aydır. Yəni arada 2 il burada qalmamışam. Yəni arada 2 il yarım burada qalmamışam. Artıq 1 il yarımdır burdayam. Çətinlikləri mənə görə məsələn Bakıda olan normal həyatımızda onun çətinliyi yoxdur burada. Məsələn probkada əsəbləşmək. Mənəvi Xazına qalmaq. Hə. Çətinliyi. Bəs uyğunlaşmaq insanların xarakteri. Mən burada çoxu elə Azərbaycanlılarla dostlaşım. Ona görə mənə görə çox çətin deyil. Bəs səncə niyə polyaklar soyuq millətdir deyə yoxsa? İstəmirəm də onlarla dost olmaq. Okay. Uyğunlaşmayan da mənim üçün nəsə var da. Uyğunlaşma əlbəttə ki, mental dəyərlərimiz var da. Başa düşdün? Biz məsələn nəsə zarafat eləyəndə onlar onu başa düşmürlər. Yəni biz nə bilmə elə şeylər var ki, yəni sən onu onlara yəni izah eləsən də onlar onu başa düşməyəcəklər. Ona görə eyni vibe tuta bilməyəsən. Hə də yəni prosta onlarla nə ümumi zarafatlar eləyə bilərsən. Ölkədən çıxıb gəlmək deyim, məsələn, Bakıda 5000 manat verilsə işləmək olar, qayıtmaq. Salam Bakıda. Ya biz artıq qayıtmaq istəmirik. Burada çıxmaq, yəni pulla qazanırıq. Qaqaysan. Pulunda deyil də, mənəvi rahatlıq. Həm də mənəvi biraz rahat olandan sonra məsələn Vüsal özü 1 il yarımdır artıq Avropada yaşayır, amma o başlıqda o da deyirdi ki, gedək də qayıdaq vətənə, vətən yaxşıdır, həm onu tanıyırıq, bütün işi zat bilirik. Amma indi deyirsən, yox edir, o da get probkada qalır, həm nəyinə, sıxılır, istəmir. Böyük dərdin əsası probkadır mən bilirəm. Bakıdakı probka düzəlsə və Nicat qaydada da. Tək deyil də, məsələn, burada məsələn yol polisi səni saxlayıb havaqsa deyib ki, qaqadan qalım. Heç demədin o şeyindən. 20 ver, sən qoşa xətti kəsmirsən. Ya deyir, çıx ki, düz var, burada var, olubdur ki, uşaqlar böyük rüşvət veriblər, amma kiçik belə adamı əsəbləşdirmirlər də bildiniz. Yəni səhv eləyəcəksən ya gəlib cəriməvi yazacaqlar ya da ki ümumiyyətlə saxlamayacaqlar. Burada da xırdalığa da gedilmir qayda qanuna. Yəni polisin qabağında pavorotnik vurmadığın və ya qoşa xətt tapdılar, keç qabağında 90% dəyilmir. Elə demə, nə hamı başlayacaq. Yəni araç işləməyə başlayacaq. Eləyirlər çox ciddi qayda qanun sərt eləyirlər. Çəkmədiyin amma həqiqətən bir gün çəkəcəm dediyin bir kontent tipi var. Yəni istəyirsən amma filmimiz var bizim, yazmışam. İnşallah Varşavada çəkəcəm inşallah. Okay. Başrol var, biri mənəm. Bir də sən Vüsallı, bir də Tanyalı. Ağlımda konkret var. Qızları agentlikdən tapırsan, yoxsa tanış olduğun qızlardır? Harda tapsın zaten? Necə olur? Suala bax. İnanırsan bütün bizə yol göstər kimi, bizə o yollara yol göstər. Qızlar nə bilim tanış olsan da istərsəməz harasa gəlsən orada tanış olsan. Göstərsən sosial mediada tanış olsan. Mən ümumiyyətlə qızlara elə çox göstərmirəm ki, sırf saf məhəbbət istəyirəm. Deyə pulumuz alım göstərmərəm ki, saf məhəbbət istəyirəm. Yox, istərsəməz Instagramda deyirəm ki, bir-birimizə harda kontakt quraq da. Ya deyirlər WhatsApp. WhatsApp deyəndə ümumiyyətlə demirəm. Bəzi şeydir də. Deyirsən WhatsApp. Hə, Instagramda da o atırsa Instagramda. Amma heç pul verdiyiniz olub ki, yəni video çəkməndən? Yox. Hamısı öz istəkli. Hamısı istəyirlər. Çünki onlar follow şeylər də. Məsələn, axırıncı bizim də Anna'nın videomuz var. Anna'nın followeri 835 nəfərdir, 835. İndi olubdu 1250 nə qədərsə, yəni 200 günün içində 500-300. Hə, şu hələ yazanlar, evlilik təklif edənlər də. Çox maraqlı doğumlar deyəmi. Təli sən nə yanıqlığı? Nə? Yox, yazırlar, çox yazırlar. Bax, sən özün də Polşada kontent çəksən. Başqa kontent çəkənlər haqqında fikrin nədir? Bir ümumi bir sualdır. Yaxşı kontent çəkən olsa, yaxşıdır. Yəni heç bir problem yox. Məsələn, sizin kontentiniz bir kontentdir. Oturmusunuz nəsə danışırsınız. Bu bir kontentdir. Bu yaxşıdır. Yəni indi baxan var, baxmayan var. Xoşuna gələn var, xoşuna gəlməyən var. Amma bu kontentdir. Bir də var ki, boş kontentlər. Yəni biz buradayıq, ölün. Siz Azərbaycanlılarsınız. Bu kontentdir. Bu kontent deyil. Yəni mən sənə göstərdiyim studiyada qaldığın ev, nə bilim, hansısa şirkətdə, hansısa pozisiyada işləməyin, yəni
yaxşı deyil. O vaxt idi ki, filankəs Google-da Yes, işləyir, yes. filankəs Facebook-a işə girib. İndi O vaxt Avropaya indi gəlmək. hamı get Azərbaycan, burada 2 dənə Azərbaycan ya taksi sürür, ya bankda işləyir, ya da sizin yəni IT şirkətlərində sizin kimi işləyirlər də. Yəni onsuz da bu hamı eləyir. Bura gələn hamı o işlə məşğuldur. Bunu bizə əlavə bir dəyər kimi, bir maraqlı bir şey kimi Amma onun da deməli izləyicisi var ki, onun. heç deyəz mən baxıram, heç kim izləyir. Ancaq qohum əqrabasıdır. Ha, balam, ay xeyirli olsun, nənəsi, babası. İlham vermir səncə gəlmək istəyən, bu yola şirkət içində işləmək istəyənlərə ilham vermir? Yaxşı deyək ki, gəlmək istəyir, verir də. Gələ bilir o adamlar. Hətta gələ bilib o bəlkə Azərbaycanda olduğu iş, əlində olan işdən də Okay. xoşbəxtlik almamağa başlayır. Amma belə düşün də, gələcək yoxlayacaq, olmasa Azərbaycan ordadır da qayıdacaq. Kimi Heç düşün. olmasa qayıda Gələ bilmir axı. Çoxu gələ bilmir ki, gəlib yoxlasın. Okay. O da içində peşmançılıqda o səyahətə daha da şey olur. Vaxtında mən Avropaya getsəydim. Hə. Və bu şey də təsir edir. Mənim fikrim də bu belədir. Bəlkə başqa adam. Amma bu Azərbaycandakı həyatıma da təsir edir ha bu arada. Bir yerdən sonra gedə bilmirsən. Fikrin ordadır. Ay, sağ ol. Amma Azərbaycanda deyirsən ki, tüpürmə bu işə. Və getdikcə görürsən, hər cürdə nəsə paylaşırlar. Amma onların arxa tərəfdə bir həyatı var. Hansı ki o Instagramda göstərdiyi Onu deyil. deyirəm də, onu deyirəm. 1+1 evdə, yəni zor. Yəni 1+1 evdə şeydə əgər arvad qalırsansa və yaxud da bir dostunla qalırsansa, yəni gündə 200 dəfə bir-birinizə dəyirsiz. Hə, 100 var. Yaxşı. yəni öz evin gözünə Elədir, elədir. Yəni o musluklardan. biraz rahat deyil, rahatlıq deyil. Amma Bakıda yəni çox rahat Mən deyil. hətta deyərdim ki, mənası yoxdur. Bax burada 7000 maaşa şirkət içində işləyirsən, heç bir mənası yox. 3000-i getdi evə, qalanını da hara xərcləyirsən? Heç nə qalmır. Və həmişə də planlanmış rasxod olmur. Məsələn, istər-istəməz bir ayın elə olur ki, Biraz bu da ay gözlənilmə bir dənə cərimən oldu, misal üçün adi nəsə bir cərimə ya da bir sənəd işi gördün, oldu, sonra planından qırağa çıxırsan. Bir dənə yaxşı, rahat şey var ki, burada məsələn işləyirsən, məsələn 7000 maaş alsan, o 7000 manat maaşla sən Avropanın içində səyahət edə bilirsən rahat. Hə, o bir dənə var. o səyahət də səyahət. Yəni əgər sən işləyib Porsche almaq istəyirsənsə, sən harda olsan, istəyirsən Azərbaycanda ol, istəyirsən Avropada ol, çox işləməlisən. Gecə-gündüz işləməlisən. Məncə amma işləmək, məncə Porsche-ni şirkət içində almırlar. Özünün nəzər riski. Olmurlar da. Şəxsi iş qurursan, vergidən yayınmaq üçün lazım. Tutulmağın yolu. Kamran. Amma o fikrinlə də tam şey deyirəm ki, işləmək. Məsələn, deyirsən çox işləməlisən. Amma harda işlədiyin önəmi yoxdur. Yəni o faydalı iş əmsalın desən də sən. Hə, məsələn, Amerikada işlədiyin 10 saat və eyni iş, Azərbaycanda işlədiyin 10 saat və eyni iş. O var bir də. Var, əlbəttə. İnsanların əslində xaricə çıxma səbəbi odur. Ha, bizdə çox işləyirlər, az pul verirlər. Polyakların da məsəl üçün İngiltərəyə falan getməyin, Amerikaya getməyin səbəbi odur da. İşləyir, deyir zlot alıram, amma gedirəm orada mən senior IT işləyəcəm, bunun 2 qatını alacam. Ya eyni Kimi mən? işləyib, yəni daha çox maaş alacam. Hə. Olmasa 10%, 20%. Məsələn, Amerikada Mən şirkət, məsələn- hə. Bu mən belə patriot adamım da, elə videolar çək. Elə o videoların çəkməyimin səbəbi elə patriot olmağıma, yəni o irəli gəldi. Bir dəfə bir dənə polyakla bir kişilə söhbət etdik. Bu da Azərbaycana gəlib mənə deyir ki, siz gəlirsiniz burada işləyirsiniz. Mən də deyirəm ki, siz də gəlirsiniz Amerikada, İsveçdə işləyirsiniz də. Deyir, yox, sizdə diktatura rejimidir. Deyirəm ki, səncə insanların yəni problemi diktaturadır, yoxsa söz azadlığıdır? Deyir, hə, söz azadlığı. Deyirəm, mən niyə Ərəbistandan kimsə gəlib burada işləmir? Dubaydan kimsə gəlib burada işləmir? Yəni orada güya söz azadlığı. O dedi, mən dedim, o dedi, mən dedim. Mən bilirəm, o əslində bəlkə də harasa həqiqətləri deyib. Prosta mənə demədi, əsəblər. Bax, dedik bayaq kontent tanınmaq, nə bilim kontent çəkmək. Bəs bunun indi biraz gəlir tərəfini deyək də. İndi reklam verənlər, indi burdakı Azərbaycanlı biznesmenlər, sahibkarlar. Səncə sən məsəl üçün təklif olunan reklamlar 200% olunur. Razısan sənə ilk təklif olunan məbləğlə deyək də? Mən Bakıdan da olur, buradan da olur. Mən burada məsələn heç vaxt eləməmişəm. Yəni heç kimi reklam, yəni ancaq öz dostlarımın obyektlərini, şəxsi münasibət kim varsa onları eləmişəm. Amma mən qiymət var da, qiyməti deyirəm insanlara, o qiymətdən aşağı eləmirəm. Bir də hər reklamı götürmürəm də. Yəni gərək o reklamı özümə maraqlı olsun ki, o reklamı eləyim. Bakıdan da olur, arada olur, arada olmur. Biraz bilmirəm, mən də istəyirəm çox olsun da. Çox olsun, amma sənə də dediyim kimi onu da yəni sırf eləmərəm yox, amma razılaşmırıq deyə eləmirəm olur da səndə onda. Bəzən razılaşmır. Məsələn, məhsul xoşuma gəlmir, bəzən qiymətdə razılaşmırıq. Sizdən niyə sponsor yoxdur? Siz məsələn mən Azərbaycan biznesmen olsam, yəqin ki
bir müəyyən ən azı sizə yazırlar da ki, biz qaqa Porsche nətər gedək qazanalım. Yazırlar. Yazırlar. Yəni ən azı sizə 80-90 mesaj var. o şirkətlərindən biri, yəni yaxşı marketinq menecerləri varsa, sizi tövsiyə eləməlidir rəhbərlərinə. Hə, misal üçün. Niyə eləmirlər, o ayrı bir söhbət və bir də başqa bizi bu blogerlərlə müqayisə edən olur. Mənim çox Kimdən əsəbim. məsələn? Və misal üçün deyir ki, Necə hansı və kontent? misal üçün mən bu qiyməti deyirəm də o adama ki, mən bu qiymətə çəkirəm, amma bunun içində bax Instagramda bu qədər izlənmə olacaq, YouTube'da bu qədər olacaq, TikTok'da bu qədər olacaq və mən sənə professional gəlirəm də, işıqla, ssenari ilə, çəkilişlə, editlə. Hə, bunun hamısı rasxoddur. Qaqaş, filan kəs bu qiymətə edir. A deyirəm, filan kəs qabaq kamera. Kəs də belə çəkir. Hə, filan kəs də götürür qabaq kameranı açır, deyir burdayam. Gəlmişəm bura. Sırf onda biraz kütləsi var deyə izlənir deyə reklam məntiqi odur. Məncə ən populyar sizsiz. Amma yenə Mənə elə gəlir. Yəni qiymət yaxşı deyəndə onu populyar o olan populyarlığa yerdə. uyğun şey eləmirlər. Amma həqiqətən dediyimiz qiymət də bağlı deyil. Yəni bax əziyyətə baxanda biz yaxınlardan filan yaxın ətrafımızda deyəndə ki, bizə filan kəs yazdı bu qiymət deyir, o dəyirsən pulsuz eləyirsiniz ki. Amma deyirəm o razılaşmır. O razılaşmır həmin Lakin adam. qiymət biraz qaldırasınız. Hə də biraz da gərək partlayış mı qiymət deyək ki, da o promo kökündən vur. Yəni demək istədiyim odur ki, sonra da bizə məsəl üçün deyir ki, hə qaqaş mən səni yığacağam. Yəni sən alınmırsa, Belki 100 saniyə. Biz çox yaşamışıq. mənim səs elə şey ləzzət eləmir. Yığacam o deməkdir ki, sağ ol. Yerində qərar vermək Okey. istiyorsan. Mən onu deyirəm. Mənə denən ki, qaqaş Siz çox mən sağ ol. 60 neçə min follow, 64 min, 65 min nəsə indi bilmirəm indi. Hər gün artır hər dəqiqə. Ona görə tam. Sadəliyindən də. O məsələn mənim özümdə də mən arada sualla reklam edirəm, danışıram ki, reklamlar çox gec gəlir də. Yəni mənim rəqiblərimə baxıram, özümü müqayisə etdiyim adamlar riz şeylərimə baxıram, statistikalarıma baxıram. O reklam eləyən adamların, reklam götürən adamların çoxundan mənim riz videolarım çoxdur. Okey. Baxışları. Onlar 4 dənə videosuna gələn baxış, məsələn 200 gəlir, mənim bir dənəyə gəlir 700 min, 800 min, 500 min, 600 min. Amma yəni mən də gec-gec Amma sponsorlarım. hansı aralıqlarla video atsan sən? Ürəyim istəyəndəyəm. Məndə elə şey. şey standart İdeya gələndə o içimdəki hə bu yaxşı mövzudur. Buna toxunum, onu atıram. Yəni sənə ideya gəlməsə 2 həftə də atmaya bilərsən. Mən bir ay, 2 ay video atmamışam. Məsələn, Azərbaycanda kontent tutuzdurmaq asandır, yoxsa xaricdə çəkib tutuzdurmaq asandır? Kontenti maraqlayırsansa hər ikisini də tutar. Amma məncə yenə o sərhədlər var. Nə bilim, insanları əxlaqsızlığa təbliğ eləmək üstündə tutulan adamlar var da bizdə. Məsələn, hansı ki, burada elə bir şey yoxdur da yəni. Bizdə onlar content maker sayılmırlar ki. Onlar Fakt izlənir də amma. real həyatda da onlar İzləyicilər kimdir? dəlillər elə TikTokda, Fərqi Instagramda nədir izləyici kimdir? Hər kəsin bir izləyicisi var da. Mən kütləyə çox önəm verirəm. Sənə kim izləyir? Başa düşürəm, amma bu da bir kontent. Yəni antireklam da bir reklamdır da. Çornik. Sən indi belə eləyirsən, deyir insanları əxlaqsızlığa təbliğ eləmək. Bilmirəm qanunvericilikdə elə bir şey varmı, amma onun üstündə adam tuturlar da, yəni məsəl üçün. Amma Avropada, ellər də. hə. Amma yəni Avropada o yoxdur. Düz ellər. Dedim düz ellər. Tutmaq cərimə olar, amma tutmaq biraz insan həyatını. Təbliğat. Biraz şeydir yəni. Bəzi qanunlar var ki, bir şeyi bilmirsənsə onun haqqında məlumat verə bilmərsən. Məsələn, IT sahəsini sən engineri deyilsənsə, diplomun yoxdursa, onun haqqında çıxıb O Yaponiyada gəldi elə bir şey ki, bloger məlumatı olmadığı, yəni diplom Amma o olmadığı gəlməli. sahəni reklam edə bilməz. O gəlməli. Çıxıb həkimlikdən nə bilim şeydən danışsan. Klient yoldan hamısı krem paylaşır, xəbər kremi görməyib heç. Özü çox şeylər də paylaşırlar. Məsələn, açırsan bir stomatoloq deyir ki, dişlərinizi məsələn sərt fırça ilə fırçalamaq sizin dişlərinizə xeyirdir. Yes. O bizə deyir ki, yox deyil. Sənin mina qatını zədələyir. Hə. İndi sən Kimə- kimə inanırsan? Kimə İkisi də inanırsan? stomatoloqdur. Hə. İkisi də fərqlənmək üçün nəsə deyirlər. Ona Və görə bu sən idmana da çaşırsan. daxildir. Başqa hər şeyə Hər şeyə daxildir. aiddir. Yəni biri deyir ki, mədəndə protein çalxalanmır. Biri deyir ki, bunun yəni proteini Səhər nə bilim, bunu ye, Hə, axşam onu ye, səhər Çox, bunu ye. yəni o biraz ziddiyyətlidir. İndi misal üçün bizdə şey gəldi ki, onun üstündə biraz indi formalaşdırırlar. Reklam verənin danlılarını yazmalısan Hə, reklamın reklam altında. olduğunu bilməz. Nə bilim nipiniz adı, VN-niz adı yazmalıdır. Bilmirəm nə qədər xeyir eləyir o. Ən azından biraz yenə də onu vergi cəhətdən eləyirlər ki, biraz rəsmiləşdirim də bildin. İndi o da nə qədər işləyir bilmirəm. Amma mən biraz bu elmi cəhətdən deyirəm ki, sən bu kremi reklam edirsən, mənə garanti verməlisən ki, mənim başıma heç nə gəlməyəcək. Bu təsdiqlənmiş bir Yəni şey. krem elə bir şey bəzisinin dərisinə düşür, Hə, bəzisinin elə bir dərisinə. şey. Ona görə deyirəm. Yəni, ona görə həkim individual- məsləhətindən. individual birinci özünü yoxlamalısan ki, yəni bu səy oturmur. Yəni idman cəhətdən səhər nə yeyəcəyin cəhət. Hə, amma Hamı baxır. o da bir kontent. Sonra kontent sonra deniz ağlına bir video gəlir Bakıdasan. Deyirsən ki, bunu çəksəm mən 100% şöbəyə çağırılacam da. Amma xaricdə çəkirsənsə deyirsən ki, Şöbədən yaman ya baxırsın. yəni brat elədir də, fakt elədir. sən Amma amma bir travman bu var. mənim elə şeydən həmişə baxıram elə səbəblərin üstündə tutulur ki, insanlar adam bir şey çəkmək istəyəndə, bir şey demək istəyəndə 2 dəfə fikirləşirsən, istər istəməz ha.
Çünki ağlıma gəlmədiyi momentdə o sənə geri dönür. Səncə ona görə. Mənə şükür Allah indiyə kimi Dönməsin, problem yaşamamışam. inşallah ki dönməsin, amma yəni dediyim kimi kontent tutuzdurmaq ona görə məncə xaricdə daha asandır. Sosial medianın gücü. Yəni insanları həm demotivasiya edir, həm də motivasiya edir. Nə düşünürsən özün bu haqqda? Məsələn, açırsan sənin yaşıdın, hətta səndən balaca bir uşaq Porsche sürür, atıram məsələn qəşəng bir Mercedes sürür. Səni bu motivasiya edir ya demotivasiya edir? Mən ümumiyyətlə motivasiyamı, demotivasiyamı oradan almıram. Heç sosial mediadan Çox insan amma belə yönümlü baxanda, çox insan baxıb deyir ki, ayda o mənim yaşıdım, necə sürür, mən sürə bilmirəm. Yox, mən ümumiyyətlə yəni məsələn bu gündən deyirəm ki, deyək ki də, deyim 911 alım. Bu dəqiqə yəni mənim pulum yoxdur onu almağa. Onu heç o xəyalımla qurmuram. Heç. Yəni mən xəyal əl çatan şeylərin xəyalını qururam da. Sən bu maşını satıb o birisi maşını ala bilərəm. Olanda mənə biraz daha daha xəyal kimi gəlir. Yəni bir gün mən 911 alacağam, mən xəyal gəlmir də. Yəni. Amma bəlkə də heç xəyal eləməsən, bəlkə heç vaxt 911 almayasan. Bəlkə bir gün xəyal eləməlisən ki, 911 alasan. O da motivasiya alasan. kimi götürür. Bax o baxan ki, öyle mənim gələcək maşınım. Xəyal bir necə bir şeydir? Xəyal əslində bir məqsəddir. Məndə məqsəddir də. Sənin məqsədin niyə 9? Arzulamaaqdır da, yəni ki mən 911 almaq 911-i almaq istəyirəm. Amma sən 911 almağın sənin sosial mediadakı videoya baxıb olmayacaq. Sən gedib işləməlisən. Nəysə, mən buradan hara gəlmək istəyirəm? Məsələn, keçmişdə SSR-də internet zad yox idi. İnsanlar başını salıb aşağı işini görürdü. Amma indi işini görür biri. Açır ki, ayda mənim yaşadığım şeydədir, Balidə istirahət eləyir. Mən niyə oturmuşam kompüterin qabağında? Getsin də, olsun da, yəni. Olmur da, yəni amma adam pis. Artıq hər şey niyə pis istəyirsən? Sən də get də, sən gedə bilməzsən, işləyirsən. Avropa sənin kimi olmaq istəyən nə qədər insan var Avropaya gəlsin, işləsin hansısa şirkətdə. Yaşasın. Yəni sən istəsən Baliyə getmək, o qədər də kredit alıb gedə bilərsən, yəni Baliyə. Yəni o qədər onu uzağa qoyma da. Ya mən Baliyə. Sadə misal. İndi hamı Balidədir. Məsələn də, yəni elə şeylər əl çatandır, yəni. Əl çatmayan hədəf qoymaq lazımdır. Əl çatmayan şeyi sən məsələn də mən yəni Bugatti Veyron ala bilmərəm də. Yəni nətər onu özümə xəyal qoyum ki, mən bir gün alacağam. Ala bilməyəcəm. Mənim böyüdüyüm yer, mənim dostlarım, mənim tanışlarım, mənim qurduğum iş, mənim həyatım ona imkan vermir. Mən Bugatti Veyron alma ya futbolçu olmalıydım Avropada. Çox rasional danışırsan. Yəni Avropada futbolçu olmalıydım ya kimdənsə mənə çoxlu pul qalmalıydı, o pulu böyütməliydim ya Amerikada böyüməliydim, Amazonda nə bilim orada IT işləri ilə, nə bilim belə startaplarla məşğul olub almalıydım. Faktiki mən görürəm ki, mənim ala biləcəm elə Niva yaxşıdır. Amma yaxşısa belə bir şeydir. Qalıb bir dənə Niva olsa Avropada. Evlənməyi düşünmürsən də? Evlənməyi düşünürəm. Düşünmək məsələdir. Əlbəttə düşünürəm. Bir gözəl bir xanım tapsam özümə uyğun, o da bir-birimizin fikirləri üst-üstə gələn olsa. Kriteriyaları nədir? Çox maraqlıdır. Kriteriyalar nədir? Azərbaycanlı olsun. Hə. Azərbaycanlı. Mən Azərbaycanlılarla münasibət qurmaq istəyirəm. Mən deyirəm, niyə belədir? Niyə belədir? Çünki Azərbaycanlı qızlar ailə dəyərlərinə daha sadiq qalırlar. Ailədə bizim o böyüdüyümüz genetik kodlarımız var da, məsələn atanın öz yeri var, ananın öz yeri var, böyüyün kiçik uşağın. Mən belə gəlir ki, polyak bəlkə də ola bilər, amma gərək ona öyrədəsən də ki, və səndən razılaşsın. Belə olmaq. Bir də məsələn də yəni sən bir dənə dostum vardı, Dominik, deyirəm ki, məsələn də Agata deyirəm səndən məsələn deyirəm axşam gəldi, sən kluba getmək istəyirsən, desən ki, Agata kluba gedər yoxsa desən ki, getmə Agata, gedəcək yoxsa getməyəcək belə. Həyat sorğulayır. Getməz yəqin ki. Ya da Agata bir getməyəcək. Getməz yəqin ki və elə buna görə mən Agata ilə bir yerdəyəm. Okay. Başa düşdün? Deməli bunlarda da o anlayış var. Yəni kişiyə hörmət, kişinin sözünü şey eləməyi var. Yəni mən amma Agata bir getməyəcək, iki getməyəcək, üçüncüdə deyəcək ki, sən məni qısıtlayırsan. Sən məni kontrol edirsən. Qoy yığım Agata. Görüm elə deyir. Tanya'ya gedər yoxsa yox? O Tanya. Tanya sən ev qızı eləmsən hə? Yox, Tanyadan məndən deyil. Mən Polşa xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm. Polşada yaşayan Azərbaycanlılara öz minnətdarlığımı bildirmək istəyirəm. Baxın, izləyin, İsigili izləyin, İsinən Camalı izləyin. Sağ ol, Nezahat gəldin, bizə xoş oldu. Necə aldığımız ən ideal qonaqlardan biri. Sürüşkən də yəni. Ayağımı sürüşkən. Söhbət sürüşkən. Nizat bura gələn ən ayağı sürüşkən insanlardan biri idi. Biz ondan kontent çəkdik. Sağ olun uşaqlar, salamat qalın. Sağ olun.